Böyük Britaniyanın baş naziri Keir Starmer Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Ukraynada müharibənin dayandırılması haqqında razılaşmanın əldə edilməməsinin Ukrayna lideri Volodymyr Zelenskinin günahı olduğu mövqeyi ilə razılaşmayıb. Panjomi TV xəbər verir ki, bu barədə Britaniya baş naziri öz fikrini Britaniya qəzeti The Daily Telegraph-a verdiyi müsahibədə bildirib. Zelenskinin sülh sazişinin olmamasında günahkar olub-olmadığı sualına cavab verərkən Starmer vurğulayıb, xeyr. Rusiya təcavüzkardır. Heç vaxt unutmayın ki, münaqişənin ilk həftəsində Zelenskiyə öz ölkəsindən təhlükəsiz çıxış təklif edilmişdi. O zaman hamı düşünürdü ki, Rusiya Ukraynanı ələ keçirmək niyyətində çox tez uğur qazanacaq. O isə ölkəsini müdafiə etmək və ona rəhbərlik etmək üçün qaldı. Bunu 3 ildən çox müddətdə bütün ölkəsi kimi böyük cəsarət və dözümlülüklə etdi. Danışıqlar masasına oturmalı və atəşkəsə razılaşmalı olan məhz Rusiyadır. Britaniya baş naziri Rusiya ilə hər hansı danışıq prosesi çərçivəsində Krımın rəsmi olaraq Rusiyaya məxsus olduğunu tanımaq barədə ABŞ-nin planlarını dəstəkləməkdən imtina edərək, Kiyevə Moskva ilə hər hansı sülh sazişinin şərtlərini müəyyən etmək imkanı verilməli olduğunu qeyd edib. Nəticədə mən həmişə yadda saxlayıram ki, məhz Ukrayna bu məsələləri həll etməlidir. Bu, başqa insanların Ukrayna adından qərar verməsi üçün deyil. Bunu Ukrayna həll etməlidir. Rusiya bu şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır, Starmer bildirib. O əlavə edib ki, atəşkəs Ukraynada daxil olmaqla bütün tərəflərin qəbul edə biləcəyi şərtlərlə olmalıdır və bu uzun müddətli atəşkəs olmalıdır.